Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala eşrefil enbiya'i vel murselin ve ala alihi ve ashabihi ve barik ve sellem ecmaîn. Allahumme ente Allah la ilahe illa ent el vahidul ahadus samad ellezî lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli kardeşler. Aleykümselam. Allah Azze ve Celle bir araya gelmemizi insanların hidayetine vesile etsin ve bizleri dünyada öz şeriat sancağının altında bir araya getirsin. İslam sancağının altında bir araya getirsin ve ahiret günü de Peygamber sallallahu aleyhi ve sellemin hamd sancağı altında bir araya getirsin. Amin. Allahümme amin. Kardeşler, bugünkü mevzumuz elə bir mevzudur ki, bu mevzu iki təbiətli mevzudur. Yəni iki təbiətli necə? Buna bəzən lor dildə iki başlı, iki təbiətli və yaxud da iki mevzunu öz içində ehtiva edən deyirlər ki, hamısı yenə də nəticə etibarıyla eyni kökə gəlib dayanır. Yəni mevzu inşallah ki, sir saxlamaqdır. Buna niyə görə iki yanlı, iki tərəfli dedik? Sir saxlamaq ümumiyyətlə və birazdan daha doğrusu zikr edəcəyik. Sir saxlamaq kişinin həm ona əmanət edilmiş olan sirri saxlamağıdır. Bir də kişinin özünün daxilində olan sirləri saxlaya bilməsidir. Anlaşıldı mı? Və yaxud da özünün ona əmanət edilmədiyi təqdirdə şahid olduğu bir şeyi digər insanlardan sir olaraq saxlamasıdır ki, inşallah birazdan hamısına sətir və sətir toxunacağıq. Rəbbimiz Azza və Cəllə faydalı etsin. Bizləri eşidib əməl edən qullarından etsin. İmam Rahmetullah aleyh ayət-i cəllə yerləşdirir səhifənin əvvəlinə və buyurur ki, Estağfirullah. Rəbbimiz Əl-İsra 34-cü ayətdə belə buyurdu. Və əfu bil-əhdi innəl əhdə kənə məs'ulə. Əhdə vəfa edin, çünki insan əhd barəsində qiyamət günü cavabdehdir. Yəni, birisi ilə bir əhd bağladığınız zaman bunların başı həmişə olduğu kimi bu əhd bağladığının başı kimdir? Aləmlərin Rəbbi olan Allah Azza və Cəllədir. Allahla əhd bağladığı zaman, onun qulları ilə əhd bağladığı zaman və həmçinin istər müsəlman olsun, istər qeyri-müslim olsun, onlarla belə əhd bağladığı zaman Rəbbimiz buyurur ki, ona sadiq olun. Çünki insan deyir, qiyamət günü əhd barəsində deyir, hesaba çəkiləcək. Cavabdehlik daşıyır bundan dolayı. Baxın, dəyərli qardaşlar, Allah-u Teala bizlərə Peyğəmbər sallallahu aleyhi və səlləmin usvətul həsənə kimi göstərdi. Məkkəli müşriklər, şirkləri, azğınlıqları, düşmənçilikləri ta zirvəyə çatdığı o dönəmlərdə Allah Rasulü sallallahu aleyhi və səlləmə uduzmaqlarına rəğmən onunla bir əqd bağlamaq, bir əhd bağlamaq qərarına gəldilər və Allah Rasulundan söz istədilər ki, Qureyşdən, Məkkədən Mədinəyə gələn insanları sən bizə geri qaytaracaqsan, lakin Mədinədən Məkkəyə gələn insanları biz sənə geri qaytarmayacağıq. Yəni, birisi mən müsəlmanlardanam deyib, atasının, anasının, dayılarının himayəsindən durub da sənə doğru qaçsa, biz onun arxasıca bir qrup insan göndərəcəyik və deyir, sən onu bizə qaytaracaqsan. Allah Rasulü sallallahu aleyhi və səlləm insanların o qədər gizlidə və yaxud da aşkarda çıxartmış olduğu səslərə rəğmən, o qədər qınaqlarına rəğmən, Nəbi sallallahu aleyhi və səlləm onlara olar dedi. Niyə görə olar dedi? Çünki o vəhiy ilə dəstəklənən bir adam idi. Allahın muradı o yöndə idi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ilk başlarda belə İslam adına belə addımlar atsın. Yenə deyirəm, orada qaymaq təbəqələrin sahabələri olmasına rəğmən, bu hal onların xoşuna gəlməməsinə rəğmən Allah Rasulü sallallahu aleyhi və səlləm hətta belə bir hadisə yaşanır ki, insanlardan birisi, yəni gənc sahabələrdən birisi gəlir, deyir ki, Allah Rasulü sənə və sənin gətirdiyinə iman etdim, lakin arxasıca gəlmiş olan bir qrupa vermiş olduğu söz etibarı ilə bir qrupa onu təhvil edir, təslim edir və geri göndərir. Baxın, biz burada nə öyrənirik? Biz bugün buradan ticarətimizdə, biz bugün burada bütün əlaqələrimizdə, qohumluqdan belə hər bir şeydə qarşı tərəflə bağlamış olduğumuz əhdə vəfa göstərməli olduğumuzu anlayırıq. Yəni, yoxsa
cılız bir zehniyyət var. Hal-hazırda bu vaqiədə də mövcuddur o. Adamlar deyir ki, onsuz da o müşrikdir də. Ticarətdə alladır, deyir onun malı mənə halaldır. Söz verir, sözünü tutmur, deyir onsuz da o kafirdir. Onsuz da o dili ilə deyir, mən müsəlmanlardanam, mən də müsəlmanam, mən də İslam mənsubuyam. Hani onun nə namazı var, nə bir şey var. Bildik qardaş, tamam. Biz anladıq sən nə demək istəyirsən. Sən nəfsindən dolayı bunları işlədirsən. Və özün də buna şahidsən. Vallahi ki, özü də buna şahiddir. Söz verib söz tutmayan insan, İslamın rəngi ilə hərəkət etmiş olmur. Hətta söz verib sözün tutan, söz verib sözündə dayanan, əhdinə vəfa göstərən birisi müsəlmanlardanam deyib də namaz qılmadığı təqdirdə əxlaq baxımından, əxlaqi bir müstəvidə ondan daha xeyirlidir. Hətta 2 qat daha xeyirlidir. Bilirsiniz niyə? Çünki o İslamı təmsil edir. Namaz qılması, məscidlərdə görsənməsi və yaxud da məscidlərdə görsənmədiyi təqdirdə belə müəyyən İslamın şüarlarını zahirində toplaması səbəbilə 2 qat daha məsuldur. Çünki ona baxan, onun minuslarını, naqisliyini görən insanlar deyəcək ki, bu necə müsəlmandır? Bizim hamımızın yanında bir əhd bağladı, lakin ona sadiq qalmadı. Ağzından çıxan sözlərə qəlbi iman eləmədi bu adamı. Ona görə bir insana söz verdiyimiz zaman, ki bu bizim hal-hazırda aktual yaşantımızda tez-tez rastlaşdığımız şeylərdən birisidir ki, insana söz verdiyimiz zaman ki, qardaş bu saatdə orada olacam, qardaş bunu verəcəm, bunu götürəcəm, qardaş gəl, sən gələnə qədər mən ona baxacam və bu kimi məsələlərdə, ki bunun nümunələri çoxdur, birisinə söz vermiş isə Allahın izi ilə ona vəfa göstərəcək. Çünki Rəbbimiz buyurur ki, qiyamət günü o əhdi bağlayan kimsə bundan dolayı cavabdehdir. Mütəfəkkirlər deyir ki, əhd bağladığı təqdirdə ona biganə yanaşan kimsə xaindir. Xaindir. Çünki ona bir əmanət verilir. O əmanəti ya götürə bilər, götürdüyü təqdirdə nə olur? Əhd bağlanır. Elə deyil. Sən get qardaşım döyüşdən qaydana qədər, ticarətindən qaydana qədər, getmiş olduğun ölkədən qaydana qədər, sənin mənim yanımda buraxdıqlarım mənim üçün əmanətdir. Öz ailəm kimi, anam kimi, qardaşım kimi, artıq yəni hansı kateqoriyanın belə deyək, cinsləri nümayəndələrdirsə, o şəkildə Allahın izi ilə öz ailə fərdin kimi, məzlərin kimi mənimsəyib, o şəkildə də rəftar eləməlisən və deyirsən ki, heç bir narahatçılığa, heç bir qayğıya ehtiyac yoxdur. Və vermiş olduğun sözün üzərində durursan. Durmadığın təqdirdə Əbu Bəkir radiyallahu anh buyurur ki, Əs-sidqu əmanə. Deyir, sidq deyir, əmanətdir, doğruluq əmanətdir. Yəni vermiş olduğun, bağlamış olduğun əhdə sadiq qalmaqdır deyir, sidq. Sədaqət göstərmək ona. Əhdə vəfa göstərmək. Əs-sidqu əmanə. Deyir, əhdə vəfayı göstərməmək isə, yəni danışdığın sözü boşa sərf eləmək isə, bunu yalana çöndərmək isə, vəl-kəzbu xiyanə, xəyanətdir. Yəni, əhdə sədaqət göstərməmək kəzzablıqdır, yalancılıqdır və bu da deyir, xəyanətdir. Həmən kimsə də xaindir. Allah-u Teala bizləri mühafizə eləsin bu haldan. Amin. Baxın, qardaşlar, Əbu Səid Əl-Xudri radiyallahu anhdan rivayət olunur ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Bu mövzu barəsində belə buyurdu. Yəni, bu kimi mövzular haqqında. Qiyamət günü Allah-u Teala'nın nəzərində ən pis adam arvadı ilə birlikdə olduqdan sonra onun sirrini ifşa edəndir. Sirrini dediyimiz zaman hədisin haşiyəsində gələn, yəni arvadında olan nöqsanları. Anlaşıldı mı? Məsələ orada cimanın tabiri caizsə necəliyindən getmir söhbət. Ümumi məsələ orada qadında olan nöqsanları, fiziksel olaraq çatışmamazlıq, məsəl üçün bədəndə olan qüsurlar, ləkələr etibari ilə, yara, yanıq ləkəsi etibari ilə və s. və ilaxır kimi. Anlaşıldı mı? Və biraz daha belə deyək, məhrəm yerlərə gedən məsələlər var ki, elə insanlar, insanlıqdan payı olmayan elə nadanlar var ki, onlar dəyyusluğu səbəbilə bu kimi halları təhşir edirlər, izhar edirlər. Yəni, gedib danışırlar.
Haşa və kəllə sanki deyir, qadın almamışam, ölü almışam. Və s. və ilaxır. Bu da mənim üzərimə qaldı. Allah korusun. Yəni, mən sadəcə standart bir-iki çirkin nümunələr səsləndirdim ki, yəni belə insanlar var. Cəmiyyətimizdə də var. Ona görə bu kimi hallardan çəkinmək, qaçınmaq lazımdır. Bir də qardaşlar, bir də Allahın izni ilə sir məsələsinin əsas başı günümüzdə lazım olan tərəfi odur ki, daha doğrusu günümüzdə diqqət göstərməli olduğumuz tərəfi odur ki, bu sir öz içimizdə olan, özümüzlə bağlı olan şeylərdə əsasən öz xeyrimizə, öz işimizə, öz əməllərimizə, özümüzün planlarına daxili şeylərdə bunu qırağa izhar etməməkdir. İstəyir təbəssüm ilə olsun, istəyir başqa şeylərdə olsun, bunu qırağa göstərməməkdir. Məsələn, bütün Osmanlı padişahlarının, bütün Osmanlı xəlifələrinin, sultanlarının sünnətidir ki, bir səfər hazırlıqlarında olduqları zaman bunu müəyyən 2-3 nəfərdən başqa heç kəs bilmirdi. Müəyyən olunmuş. 2-3 nəfərdən başqa heç kəs bilmirdi. Onlardan birisi Şeyxülislam idi. Biri sultanın özüdür. İkincisi də ümumi döyüşə, ümumi səfərə rəhbərlik edəcək komandir və yaxud da sərkərdə olsun. 3 nəfər. Hətta vəzirlər belə çıxış zamanı bir rivayətdə gəlir ki, sonuncu işa namazının, yəni səfərdən öncəki işa namazının və yaxud da fəcr namazının vaxtında xəbərdar olardılar. Anlaşıldı mı? Həmən mövzudan. O vaxta qədər xəbərdar olmazdılar. Bunlardan birisi də Yavuz Sultan Səlim idi ki, Yavuz Sultan Səlim səfər hazırlığı əsnasında vəziri gəlir soruşur ki, Sultanım, səfər haradır? Səfəriniz haradır, deyir. Deyirsən, deyir, sir saxlamaq nədir, bilirsən, deyir. Vəzir nə deyir? Sən deyir, sir saxlamaq nədir, deyir, bilirsən. Deyir, bilirəm. Deyir, mən də bilirəm. Anlaşıldı mı? Yəni, bu mənim sirrimdir. Ona görə də qədim klasika bağlı türk mütəfəkkirlər deyir ki, 2 nəfərin bildiyi sir deyil. 3 dənə şəxs bilə bilər ha onu. Amma 3 dənə şəxs bir bədəndə bütün olursa, bu bir nəfər sayılır. Yox, tanımadın, sənin təbaanın altında olan bir vəzir olsun, bir Şeyxülislam olsun, bir qazi əfəndi olsun, hər hansı bir insana sən ya səfər var, ya mən hafizlik edirəm, ya nə bilim, belə bir planım var, açıb söyləyirsənsə, bu sir deyil. Hələ biraz daha şiddətlisini inşallah indi zikr eləyəcəyik ki, bax, Həzrət Əli də bu barədə deyir ki, sir saxlamaq barəsində deyir ki, sirrini 2 kişidən başqası bilməsin. Əli İbn Əbu Talib deyir ki, radiyallahu anhu teala, sirrini 2 kişidən başqası bilməsin. Sən, yəni özün və Rəbbin. Bir özün, bir də Rəbbin. İkinizdən başqası bilməsin sirrini. Bugün qardaşlarımız nafilə qılır, sünnət qılır. Elhamdülillah, bunu bir xüsusda bildirmək qırağa gözəldir. Amma əməllərinin sənin əlindən çıxmasından dolayı əcrlərinin yox, fəzilətinin də yox. Əməllərinin bir müddətdən sonra səndən uzaqlaşması səbəbilə göstərməli olduğun bir ehtiyat var. O ehtiyat da nədir? Bundan heç kimin xəbərdar olmaması. Bundan heç kəsin xəbərdar olmaması. Hafizlik mi edirsən? Birisi bildi sən hafizlik edirsən və yaxud da şübhələnir ki, sən hafizsən, yalana girməmək dərəcəsində nə qədər onu, o sözdən uzaq dura bilirsən, yəni o sualdan qaça bilirsən, qaç. Çünki Nəbi sallallahu aleyhi və səlləm buyurur ki,
hər nəfsdə, hər gözdə, hər bədəndə bir həsəd vardır. Bir nəzər vardır. Yəni sən qardaşına deyə bilərsən bunu, dostuna da deyə bilərsən, qohumlarından birisinə də deyə bilərsən. Səhvdə, eyni səhvdə çiyin-çiyinə durduğun din qardaşına da deyə bilərsən, sevincin səbəbi ilə deyərsən. Haşa, demirik riya səbəbi ilə deyirsən. Lakin nədir məsələ? Qardaşlar, onların da bir nəfsi var. Onlar da deyə bilər. Hətta mələklər belə ixlasla deyilmiş maşallaha baxırlar. Mələklər belə ixlasla deyilmiş barakallahu teala. Allah sənin üçün bərəkətləndirsin. Allah sənin üçün xeyirlisini diləsinə baxırlar. Yoxsa maşallah deyim, üstündən keçim, deməsin də maşallah demədi. Amma sonra arxa planda nə edirsən? Başlayırsan çəkişdirməyə. Buna bax. Qılır da, adam sünnətlərin qılır. Adam sanki təravih qılırmış kimi ratibə qılır. Adam günə bir səhifə Quran əzbərləyir. Buna bax, adam bu işi aşırdır. Bu işdən pul qazanır, keçir o işdən də pul qazanır. Məsəl üçün, orta yaşlı adamdır və yaxud da cavan uşaqdır, gənc oğlandır. Oradan ora, o sahədən o sahəyə qazanır. Yolları açıqdır, gələcəyi parlaqdır və s. və ilaxır. Bunların hamısını kim yaradıb, qardaşım? Özümüz yaratmışıq. Özümüz yaratmışıq. Bilirsən, qardaş Zəngfırı, mənə dua edeyim. Gözəl bir dənə iş təklif almışım. Qardaş, Allah bərəkət versin. Denən mənim dünyam və axirətim üçün dua edin. Anlaşıldı mı? İş təklifi almışsan, nə almışsan, onu heç kimdən bölüşmə. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, işiniz ərsiyə gələn vaxta qədər heç kimə söyləməyin onu. Ta ki o işi alındırana qədər. Oradan artıq xeyir götürdüm var ha. Oradan xeyir götürəndən sonra artıq onsuz da biləcəklər. Tamam mı? O bilinən məsələni də sədəqə ilə qoruyursan Allahın izni ilə. Bəli, bəli. İşin ərsiyə gələn vaxta qədər heç kimə söyləmə. İş alınsın, aldığını al, satdığını sat, qalxdığın vəzifəyə qalx. Bunların tamamını elə, ondan sonra bilinəcək. Qoy ondan sonra bilinsin. Duanın da ən gözəli özünün Rəbbinə etdiyindir. Vallahi. Salihlərdən də dua istəndiyi zaman deyirəm, mənim dünyam və axirətim üçün dua edin. Vəssalam. Zəhmət olmasa mənim dünyam üçün, axirətim üçün dua edin. Həm dünya işlərim geçsin, həm axirət işlərim. Yoxsa mən eləyirəm, filan işə girişmişəm, o da artıq alınır. Alınmayanda da dedi ki, alınır deyə. Az qalmışdı. Bir addımlığındaydım, alınmadı. Biz də deyirik bunu bu dəqiqə. Biz də o psixologiyanın içindəyik. Ümumiyyətlə, hamımızın sinifdə qaldığı mövzudur. Amma ki, yığışdırmaq lazımdır, vallahi. Yığışdırmaq. Sir sənin ovucunun içidir. Ovucunun içidir. Bax, sənin sirrin buradır. Sən nə qədər onu atsan, o qədər görsənəcək insanlara. Nə qədər sıxıb saxlasan, o qədər səndə qalacaq. Ona görə gizlidir bura. Yəni, gizli olan yerdir. Gizli yerini heç vaxt aşkar eləməyə ehtiyac yoxdur. Onsuz da aşkar olunduğu zaman bu sənin xeyrinə, yəni lehinə və yaxud da əleyhinədirsə, bundan insanlar xəbər tutacaq. Səni istəyənlər dua eləyəcəklər, səni istəməyənlər də dua edirmiş kimi görsənəcəklər. Və yenə də sənin, belə deyək, haqqında götür-qoy eləməyə başlayacaqlar. Ki, necə oldu, belə oldu. O insanoğlu onsuz da danışmağa doymur. Və qardaşlar, İnşallah ki, anlaşıldı da, yəni özümüzün içində olduğumuz, içində olmaq istədiyimiz və yaxud da içində ola biləcəyimiz xeyirlərə doğru addımladığımız zaman bunu heç kimdən bölüşmürük. Heç kimdən bölüşmürük. Hətta yenə deyirəm, baxın, keçən dəfə başqa bir dərsdə dedim ki, hətta ananıza və atanıza belə söyləməyin. Ananıza və atanıza belə söyləməyin. Qardaşlardan birisi dedi ki, niyə bəs ana ata övladına nəzər eləyə bilər, həsəd eləyə bilər? Deyirəm, qardaş, insanın birinci özü özünə belə nəzər həsəd eləyə bilər. Bu bir. İkinci, əgər ailə fərdlərindən digərləri işsizdirsə, istər-istəməz valideyn deyəcək ki, keşkə o oğlum da bunun kimi olardı. Bunun altına imza atdığı nailiyyətlərə imza atardı. Belə olardı, elə olardı. Artıq nə olacaq? Bu keşkələr
onu başlayacaq, o birisi oğlunun başlayacaq evini yıxmağa. Sənə gəlmiş olan xeyir, Allahın sənə yazmış olduğu xeyir, sənin dilini tutmamağın və ətrafındakı insanların da həsəd etməsi səbəbilə sənin qapından qayıdacaq. Hətta bəlkə o qədər yaxınlaşacaq ki, qapını döyəcək, mənimdir deyəsən, bir də görəsən ki, qapının ağzı boşdur. Niyə görə? İfadəmə görə üzr istəyirəm, özün o sirri saxlaya bilmədin, boş boğazlıq elədin ona görə. Demə, sən sevinirsən, şükrün elə Allah, sədəqə ver. Vallahi və dua elə. Allahım, bunun axırın mənim üçün xeyli elə. Dinim üçün, dünyam üçün faydalıdırsa, ged istixarə qıl, 2 rükət qıl. İstixarə qıl, sonra dua elə. Allahım, bu mənim dinim üçün, dünyam üçün, ümmət Muhammed üçün, özümün əhli üçün xeyirlidirsə, bunu mənim üçün nəsib elə, bunu mənə asanlaşdır, onu da mənə yaxınlaşdır. Yox, əgər elə deyilsə, onu məndən, məni də ondan uzaqlaşdır və onu mənə nəsib etmə. Mömin halı budur. Rəbbi ilə aranda, Rəbbi ilə arasında sirri olacaq kişinin. Və qardaşlar, sir saxlamaq sünnətullahdır. Sir saxlamaq sünnətullahdır. Yəni, Allah-u Teala'nın sünnətidir. Deyərsiniz ki, sir saxlamaq Allah-u Teala'nın necə sünnətidir? Bunu hansı ki, özümüz bilirik hamımız. Rəbbimiz bizim ayıblarımızı sir olaraq saxlayır mı? Saxlayır. Günahlarımızı nə edir? Üzərinə örtü atır, ondan sonra da bağışlayır. Səttarul Uyub ismi var Allah-u Teala'nın. Örtən, gizlədən və bağışlayan. Allah-u Teala nə ölmüş qulunun, nə də yaşayan bir qulunun günahını ona qulluq edəndən gedir söhbət. Onunla arasında rabitəsi olan insandan gedir söhbət. Açıb qullarına nümayiş etdirmir. Və Allah Azza və Cəllə sir saxlayanların ən mükəmməlidir. Qulu ona qarşı o qədər asi olmasına rəğmən, onun günahının heç birini ona ən yaxın olan insana belə bildirmir. Çünki onun günahı belə özü bildirmədiyi halda nədir? Rəbbi ilə arasındakı sirdir. Günahın sirrini belə saxlayır Allah Azza və Cəllə. Günahın sirrini belə qoruyur. Hansı ki, səhabə demirdi ki, əgər günahların deyir, iyisi gəlsəydi, qoxusu olsaydı, bizlər deyir, bir-birimizdən qaçardıq deyir. Bir-birimizə yaxın durmazdıq. Bir-birimizin bəlkə də cənazəsini qılmazdıq. Baxın, bizlər dirinin arxasınca danışmağa doymadığımız kimi, ölünün də arxasınca danışırıq. Ölünün arxasınca danışmağa da doymuruq. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim bir deyir, ölünü deyir, təmizləyərsə, yuyarsa yəni, və yuduğu zaman onda görmüş olduğu o nöqsanları gizlədərsə, insanlardan gizlədərsə, onu gözəl şəkildə kəfənləyib, ayıblarını örtüb və bunu insanların arasında deyir, izhar etməzsə deyir, açıqlamazsa, yaymazsa deyir, onun sirrini saxlayarsa Allah onun keçmiş bütün günahlarını bağışlayır. Bir də bunun əksi var ki, yenə Nəbi sallallahu aleyhi və səlləm nə buyurur? Deyir, kim bir dostunda ayıb axtararsa, qardaşında ayıb axtararsa, Allah-u Teala onun evinin içindəki ayıbı ortaya çıxardır və bunu bütün insanlara göstərir. Evinin içindəki ayıbını insanların içərisində deyir Allah-u Teala görk edir, göstərər deyir. Kim bir cənazəyə qatılarsa və orada deyərsə ki, ya Rəbbi, biz bu qulunun dünyadakı bir qədər halına şahidlik etdik. Əgər o xeyirlidirsə, ona xeyirlərinlə rəftar et. Yox, əgər o xeyirsiz və şərli biri idisə, onun günahlarını bağışla. Allah Resulü sallallahu aleyhi ve sellem bizə belə dua eləməyi öyrədir. O kişi öldükdən sonra belə onun sirlərini saxlamağı öyrədib. Yoxsa o öldü, ayrıldı dünyadan.
qoy bu filan kəslərin də haqqıdır, bunu açın deyim. Belə bir din, belə bir İslam anlayışı yoxdur. Allah Resulü sallallahu aleyhi ve sellem bunu bizdən uzaq tutub, bəri eləyib, nəhy eləyib bu əməli, bu feili. Ona görə qardaşlar, canlı olduğu halda, canlı insanlara, yəni aramızda olan insanlara necə yanaşırıqsa, necə yaxınlaşırıqsa, sirlərini necə saxlayırıqsa, bir vaxtlar sirləri bizdə olan ölülərə də qarşı elə olmalıyıq Allahın izni ilə. Çünki əgər bizlər o sirləri qorumasaq, vallahi Nəbinin sözü haqdır ki, batil deyil, Allah-u Teala bizim ayıblarımızı insanların içərisindən çıxardır. Və hamımızın yetəri qədər ayıbı var. Hamımızın yetəri qədər nöqsanları, günahları var. Ona görə nə eləməliyik? Ona görə Allahın izni ilə bayaq zikr etmiş olduğumuz bu qaydaların hamısına riayət eləməliyik. Riayət eləməliyik ki, Allah-u Teala bizləri belə şeydən mühafizə eləsin. Baxın, son bir hədisi də inşallah zikr eləyəcəm. Ondan sonra əlavə söhbətimizi dərsin Allahın izni ilə notlarını bir yerdə işləyərik. Sabit Əl-Bunaninin rivayət etdiyinə görə Ənəs İbn Malik ona belə dedi. Mən uşaqlarla oynayarkən Rasulullah sallallahu aleyhi ve sellem yanıma gəldi, bizə salam verdi və məni bir iş dalınca göndərdi. Bu səbəblə anamın yanına qayıdarkən gecikdim. Evə çatanda anam soruşdu, nə üçün gecikdin ey Ənəs? Rasulullah məni bir iş dalınca göndərmişdi, ona görə gecikdim dedim mən də anama. Nə iş idi deyə soruşduqda, bu sirdir dedim anama. Və həmən vaxtda qardaşlar, Ənəs İbn Malikin 9 və yaxud da 10 yaşı olmuş. 9 və yaxud da 10 yaşı olmuş. Deyir ki, bu sirdir dedim anama. Rasulullahın sirrini heç kimə açma dedi. Ənəs bu hadisəni danışandan sonra Sabit Əl-Bunaniyə belə dedi. Sabit, əgər bu sirri kiməsə açsaydım, vallahi sənə açardım. Öz yaxın dostu olur. Allah Resulü sallallahu aleyhi ve sellemin xidmətində olan sahabələrdən, gənc sahabələrdən birisi olur ki, deyir, açsaydım sənə açardım, amma bu sirdir. Yenə deyirəm, qardaşlar, sir həqiqətən bir insanın xeyirlərə çatmasından və bir insana xeyirləri verilməsindən dolayı dinimiz İslamda açıq aydın olan bu dində ən önəmli faktorlardan birisidir. Ona görə bir insan sənə bir sir verəcəm, onu tut, onu sənə əmanət edirəm dediyi zaman kişi birinci onu dayandırmalıdır. Özü öz nəfsindən sual verməlidir. Mən həqiqətən bu sirri daşıyacaq, bu sirri saxlayacaq keyfiyyətli xarakterə sahibəmmi, yoxsa yox? Bunun özü belə gözəl bir şeydir. Anlaşıldı mı? Fitrətin zəif ola bilər, sirri saxlamaya bilərsən və yaxud da bundan dolayı sənə nəysə ikrah altına salarlar səni və sən açıb deməli olarsan, bu kimi hallarda Allahın izni ilə sən qarşı tərəfə deyirsən ki, qardaş, inşallah məndən daha xeyirli birisindən ver o sirri. Yəni, mən əmanət elə mənə, mən onu qorumağa çalışım falan, amma o sirri mənə vermə. Ola bilsin ki, mən onu saxlaya bilməm. Bir də mütəfəkkirlər deyir ki, hikmət sahibi kimsələr deyir ki, sirrini heybəti olmayan kimsəyə vermə. Bu, xananın birinci sözüdür. İkinci sözü, çox danışan birisinə vermə. Çox danışan birisinə sirrini vermə. Çünki o, danışmağı sevir və bir gün danışdığı zaman istəmədiyi təqdirdə belə sənin sirrini ifşa edər. Və bir neçə belə hallar var ki, inşallah dərsimizin sonundayıq, onu gələn dərslərimizdə fayda üçün zikr edəcəyik. Allah-u Teala eşidib, faydalanan, ömrünə, həyatına yansıdan qullarından etsin bizləri. Amin. Allah-u Teala burada bizləri bir araya topladığı kimi əhlimizi də bizimlə bərabər cənnətinə, Nəim cənnətinə, Firdevs cənnətinə, Adın cənnətinə alsın. Amin. Və bizləri İslam üzərə yaşayıb, İslam üzərə ölməyə nəsib eləsin. Amin. Və axiri və də'vana inəlhamdülillahi rabbil alemin.